Cümlənin şəxsə görə növləri şəxs deyəndə də başa düşülür. Sintaksisdə şəxs deyəndə mübtəda başa düşülür. Ona görə də cümlənin şəxsə görə növlərində mübtəda əsasında formalaşan cümlələr var. Mübtəda əsasında formalaşan cümlə. Bir də xəbər əsasında. Mübtəda əsasında formalaşan cümlələr adlıq cümlələrdir. Bu cümlələrin əsasən xəbəri olmur. Sadəcə mübtəda və ikinci dərəcəli zütlərdən ibarət ola bilər. Digər cümlələrimiz isə xəbər əsasında formalaşan cümlələrdir. Xəbər əsasında formalaşan cümlələr. Xəbər əsasında formalaşan cümlələr isə 1. Müəyyən şəxs cümlələr. Müəyyən şəxsli cümlələr. 2. Qeyri-müəyyən şəxs cümlələr. Qeyri-müəyyən şəxsli cümlələr. 3. Şəxsiz cümlələr. Və 4-cü isə ümumi şəxs cümlələr. Ümumi şəxsli cümlə. Müəyyən şəxs cümlələrin xəbəri hər üç şəxslə ifadə oluna bilir. Hər üç şəxsin təkil və cəmi ilə ifadə oluna bilir. Birinci, ikinci, üçüncü şəxslərin həm təkil ilə ifadə oluna bilir, həm cəmi ilə ifadə oluna bilir. Qeyri-müəyyən şəxs cümlələrin xəbəri isə üçüncü şəxsin cəmi ilə ifadə olunur. Şəxsiz cümlələr üçüncü şəxsin təkil, ümumi şəxs cümlələr isə ikinci şəxsin təkil və üçüncü şəxsin cəmi ilə ifadə olunur. Deməli, cümlənin şəxsə görə növlərində qeyd edirik ki, sintaksis bölməsində şəxs deyəndə mübtəda nəzərdə tutulur və bu cümlələr mübtəda və xəbər əsasında formalaşır. Mübtəda əsasında formalaşan cümlə adlıq cümlədir. Xəbər əsasında formalaşan cümlələr isə müəyyən şəxs cümlələr, qeyri-müəyyən şəxs cümlələr, şəxsiz cümlə və ümumi şəxs cümlələrdir. Müəyyən şəxs cümlənin xəbəri hər üç şəxslə ifadə olunur. Qeyri-müəyyən şəxs cümlələrin xəbəri isə üçüncü şəxsin cəmi ilə, şəxsiz cümlələrin xəbəri üçüncü şəxsin təki ilə, ümumi şəxs cümlələrin xəbəri isə ikinci şəxsin təki və üçüncü şəxsin cəmi ilə ifadə olunur. Birinci xəbər əsasında formalaşan cümlələrin izahından başlayırıq və birinci müəyyən şəxsli cümlələri izah edirəm. Müəyyən şəxsli cümlələr. İncə də qeyd elədiyim kimi, müəyyən şəxs cümlələrin xəbəri ismi xəbər olur. Həmçinin fe'li xəbərlə də ifadə olunur. Bu cür cümlələrin xəbərləri birinci, ikinci və üçüncü şəxsin həm təki ilə, həm də cəmi ilə ifadə oluna bilər. Həmçinin müəyyən şəxs cümlələrdə mübtəda ola da bilər, mübtədası buraxıla da bilər. Məsələn, yazıram ki, bugün şəhərə getdik. Cümlənin xəbəri birinci şəxsin cəmi ilə ifadə olunmuşdur və cümlənin mübtədası buraxılmışdır. Burada nəzərdə tutulan mübtəda biz bugün şəhərə getdik. Biz mübtədası cümlədə buraxılmışdır. Yəni, müəyyən şəxs cümlələrdə ola bilər ki, cümlənin mübtədası buraxılsın. Burada ikinci nəyə diqqət eləməliyik? Xəbər birinci şəxsin təki və birinci şəxsin cəmi ilə, həmçinin ikinci şəxsin cəmi ilə ifadə olunubsa, o cümləni düşünmədən deyə bilərik ki, bu müəyyən şəxsli cümlədir. Yəni, dəqiq deyə bilirik ki, bu mütləq müəyyən şəxsli cümlədir. Birinci şəxsin təki, cəmi və ikinci şəxsin cəmi olanda mübtədası olsa da, hətta mübtədası buraxılsa belə, biz bunlara mütləq deyirik ki, bu cümlələr müəyyən şəxs cümlələrdir. Digər şəxslərdə isə ikinci şəxsin təki, üçüncü şəxsin cəmi və üçüncü şəxsin təkində bir sıra məqamlara diqqət yetirməliyik. Çünki bu xəbərlərin bu şəxsi onu digər cümlələrlə ortaqlaşdıra bilər. Ona görə nələr diqqət edirik? Müəyyən şəxs cümlələrdə xəbəri qeyd elədiyim kimi, xəbər əgər birinci şəxsin cəmi, birinci şəxsin təki, ikinci şəxsin cəmi ilə ifadə olunubsa, o mütləq müəyyən şəxs cümlədir. İstəyir mübtədası olsun, istəyir olmasın, biz ona deyirik ki, bu müəyyən şəxs cümlədir.
xəbəri üçüncü şəxsin cəmi və təkil ifadə olunursa, bir də ki, xəbəri ikinci şəxsin təkil ifadə olunursa, bu cümlələri necə seçmək lazımdır, onu izah edəcək. Həmçinin bunun içində qeyri-müəyyən şəxs cümlələr, ümumi şəxs cümlələr, şəxsiz cümlələrin izahı da keçəcəkdir. Birinci başlayırıq. Üçüncü şəxsin cəmindən başlamaq istəyirəm birinci. Burada 3 dənə cümlə qeyd edirəm. Bizi toya dəvət etdilər. Sonra qonağa hörmət edərlər. Bağçada uşaqlar oynayırlar. Cümlənin şəxsə görə növlərini seçəndə xəbər əsasında formalaşan cümlələr, yəni müəyyən şəxsli, qeyri-müəyyən, ümumi şəxsli və şəxsiz cümlələrdə biz ən birinci nəyə diqqət etməliyik? Cümlənin xəbərinə və onun şəxsinə diqqət etməliyik. Burada da 3 cümlənin xəbərinə baxıram. Birinci cümlə dəvət etdilər. İkinci cümlə hörmət edərlər. Üçüncü cümlə oynayırlar. Baxıram ki, 3 xəbərim də üçüncü şəxsin cəmində işlənibdir. Birinci xəbərdə üçüncü şəxsin cəmidir. İkinci xəbərdə üçüncü şəxsin cəmidir. Və üçüncü xəbərim də üçüncü şəxsin cəmində işlənibdir. Və deyirik ki, biz ümumi şəxs cümlə ilə qeyri-müəyyən şəxs cümlələrin xəbərləri fe'li xəbərli ifadə olunduqları üçün buna da diqqət edirəm. İsmi xəbər olsaydı əgər, yəni başdan mən onu müəyyən şəxs cümlə kimi götürərdim. Çünki müəyyən şəxs cümlənin xəbəri həm ismi xəbərli, həm də fe'li xəbərli ifadə olunur. Hər üçü də fe'li xəbərli, hər üçü də üçüncü şəxsin cəmində işlənibdir. Nəyə diqqət edirik? Mübtədəyə diqqət edirik. Bizi toya dəvət etdilər. Bu cümlənin mübtədası yoxdur. Qonağa hörmət edərlər. Burada da mübtədə yoxdur. Üçüncü cümlədə isə bağçada uşaqlar oynayırlar. Bu cümlənin mübtədası var. Uşaqlar bu cümlənin mübtədasıdır. Əgər xəbəri üçüncü şəxsin cəmindədirsə və mübtədə də cümlədə iştirak edibsə, artıq bu cümləyi mən deyirəm ki, bu müəyyən şəxs cümlədir. Müəyyən şəxsli cümlə. Digər cümlələrə baxıram. Bizə toya dəvət etdilər və qonağa hörmət edərlər. Hər iki cümlənin mübtədası yoxdur və hər iki cümlənin xəbəri üçüncü şəxsin cəmində işlənibdir. Buradan çıxardığım nəticə, gəldiyim nəticə nə olmalıdır? Bizi toya dəvət etdilər. Bu, hər kəsə aid deyil. Sadəcə bir qrup insanı kimsə toya dəvət edilər, kimsələr tərəfindənsə toya dəvət olunurlar. Bu, hər kəsə aid olan bir şey deyil. Bu, biraz fərdi xarakter daşıyan bir cümlədir. Ona görə də bizi toya dəvət etdilər. Qeyri-müəyyən şəxs cümlədir. Əgər xəbərli üçüncü şəxsin cəmində ifadə olunan fe'li xəbərli cümlədirsə, mübtədası yoxdursa, dünyadakı hər kəsi, belə deyim də, hər kəsi əhatə eləmirsə, bu cümləni mən hər kəsə aid eləyə bilmirəmsə, nisbətən fərdi xarakter daşıyırsa, bu cümləyə artıq biz deyirik qeyri-müəyyən şəxs cümlə. Qonağa hörmət edərlər. Bu cümlə isə atalar sözü məzmunu daşıyır, hikmətli ifadə məzmunu daşıyır və yaxud da bunu mən hər insana aid edə bilərəm. Yəni, hər kəsin borcudur ki, bu bir mədəniyyət əlamətidir ki, insanlar qonağa hörmət etməlidirlər. Bu artıq fərdi xarakter daşımır, ümumi xarakter daşıdığı üçün və xəbəri üçüncü şəxsin cəmində ifadə olunur, fe'li xəbərlə ifadə olunur, cümlənin də mübtədası yoxdur. O zaman deyirəm ki, bu artıq nədir? Bu, ümumi şəxsli cümlədir. Buna artıq ümumi şəxsli cümlə deyirik. Deməli, bir daha qeyd eləmək istəyirəm. Hər üçünün xəbəri fe'li xəbərdirsə və hər üçü də üçüncü şəxsin cəmində ifadə olunursa, onda mən nəyə diqqət etməliyəm? Birinci xəbərlərin şəxsinə baxıram, bəli, hər üçü fe'li xəbərdir, üçüncü şəxsin cəmindədir. Daha sonra isə baxıram ki, hər cümlənin mübtədası varmı, yoxsa yoxdurmu? Birinci və ikinci cümlədə mübtədə yoxdur, üçüncü cümlədə isə mübtədə var. Mübtədası varsa artıq məlumdur ki, bu müəyyən şəxs cümlədir. Birinci cümlə ilə ikinci cümlədə mübtədə yoxdur. Və burada bizi toya dəvət etdilər. Burada bu nisbətən fərdi xarakter daşıyır. Mən bunu, bu cümləni götürüb hər kəsə aid edə bilmərəm. Hikmətli bir məzmun yoxdur və yaxud da dünyada ətrafında hər kəsə aid edə bilmərəm ki, bizi toya dəvət ediblər. Ona görə bu qeyri-müəyyən şəxs cümlədir. Qonağa hörmət edərlərsə, hər kəsə məxsusdur, hər kəsə aid edə bilərəm. Çünki bu hörmət əlamətidir və hər kəs bunu yerinə yetirməlidir. Ona görə də qonağa hörmət edərlər, ümumi xarakter daşıdığı üçün, hər kəsə aid edə bildiyim üçün, xəbər də fe'li xəbər üçüncü şəxsin cəmində olduğu üçün, üçüncü şəxsin cəmində ifadə olunur, ona görə də bu ümumi şəxsli cümlədir. Bu belə keçir ikinci hissəyə.
İkinci şəxsin təkini necə seçilir? Üçüncü şəxsin təkini şəxsi cümlələrlə birgə izah edəcəm. İkinci şəxsin təki. Bu necə seçilir? Bilirik ki, ikinci şəxsin təki həm ümumi şəxs cümlələrdə var. İncə qeyd etmişdim. Ümumi şəxs cümlədə həm də müəyyən şəxs cümlələrdə var. Müəyyən şəxsli cümlə. Bunları bəs necə seçmək lazımdır? İkinci şəxsin təkini. Məsələn, yazıram ki, sən bugün dərsə getməlisən. Suvarma sistemini işə salarsan, burada suitinə rast gəlirsən. İndi yenə baxıram ki, üç cümləmdə fe'li xəbərini işlənibdir. Birinci nəyə diqqət eləməliyəm? Təbii ki, cümlənin şəxslərinə diqqət eləməliyəm. Niyə bu fe'li xəbəri mən vurğulayıram? Çünki incə də qeyd elədiyim kimi ismi xəbərlə ifadə olunsa, əgər üçüncü şəxsin cəmində və yaxud da ikinci şəxsin təkində ismi xəbərlə ifadə olunsa, mən onu artıq müəyyən şəxs cümlə deyə bilərəm. Ancaq fe'li xəbərlidirsə əgər, bu üç cümlədə nələr diqqət edirik? Üçü də fe'li xəbərli cümlələrdir. Üçünün də şəxsinə diqqət edirəm. Sən bugün dərsə getməlisən. Getməlisən ikinci şəxsin təkində ifadə olunubdur. Suvarma sistemini işə salarsan. Bu da ikinci şəxsin təkində ifadə olunubdur. Üçüncü, burada suitinə rast gəlirsən. Bu da ikinci şəxsin təkində ifadə olunubdur. Xəbərlər ikinci şəxsin təkində ifadə olunubdur. Üçüncü, ikinci nəyə diqqət eləməliyəm? Sən bugün dərsə getməlisən. Kim? Sən. Deməli, burada cümlənin mübtədası var. Cümlənin mübtədası varsa, xəbər də fe'li xəbərlidir. İkinci şəxsin təkində ifadə olunubsa, bu cümlə artıq müəyyən şəxs cümlədir. Ümumiyyətlə, bir cümlənin mübtədası işlənibsə, xəbər neçənci şəxsdə olursa olsun, biz onu artıq müəyyən şəxs cümlə kimi təhlil edirik. Deməli, sən bugün dərsə getməlisən cümləsinin mübtədası olduğu üçün cümlə müəyyən şəxsli cümlədir. Bu cümləni götürəm, müəyyən şəxs cümlə. İndi ikinciyə diqqət eləməliyəm. İkinci və üçüncü cümlələrdə fikir versək, hər iki cümlənin mübtədası yoxdur. Birinci cümlədə də mübtəda işləməyib, ikinci cümlədə də mübtəda işləməyib. Belə olduqda biz müəyyən olduğunu və yaxud da ümumi olduğunu necə seçirik? Suvarma sistemini işə salarsan cümləsi hər kəsə aid olan bir cümlə deyil. Bu cümlə sadəcə mübtədası buraxılmış müəyyən şəxs cümlədir. Mən bu cümləni, buradakı fikri, buradakı işi hər kəsə aid edə bilmərəm. Ona görə də bu cümlə müəyyən şəxs cümlədir. Düzdür, mübtədası buraxılıbdır. Mübtədası iştirak etməyibdir bu cümlədə. Amma bu cümlə mübtədası buraxılan müəyyən şəxs cümlədir. Niyə? Çünki mən bu cümləni, buradakı işi sadəcə bir neçə nəfərə aid edə bilərəm. Yəni, mən bunu hər kəsə aid edə bilmərəm. Ona görə də bu cümlə müəyyən şəxs cümlədir. Üçüncü cümlədə də mübtədası buraxılmayıb. Artıq bu cümlə mübtədası olmayan ümumi şəxsli cümlədir. Burada suitilə rast gəlirsən. Niyə ümumi şəxslidir? Mübtədası yoxdur, xəbər ikinci şəxsin təkindədir. İkinci cümlədə elədir. İkinci cümlədəki işi sadəcə bir neçə nəfərə aid edir. Dünyada hər kəsə, yəni hər insanı mən aid edə bilmirəm mən bu cümləni. Amma burada suitilə rast gələrsən, ora kim getsə, yəni burada hardan danışırsa, ora kim getsə suitilə rast gələcəkdir. Ona görə də bu hər kəsə aid olan bir şeydir. Yəni bu hər kəsin başına gələ bilər. Ora kim getsə, yəni orada suiti yaşayır. Ora kim getsə də suitinə rast gələcəkdir. Ona görə xəbəri ikinci şəxsin təkil ifadə olunan və mübtədası olmayan bu cümlə ümumi şəxs cümlədir. Deməli, bir də üstündən keçirəm. Xəbəri ikinci şəxsin təkillə, fe'li xəbərlə ifadə olunan cümlələrin müəyyən yoxsa ümumi olduğunu necə seçirik? Birinci, xəbərlərin şəxsinə baxmalıyam, aydınlaşdırmalıyam ki, xəbərlər həqiqətən də ikinci şəxsin təkindədirmi, fe'li xəbərlidirmi? Daha sonra mübtədəyə baxıram. Mübtədası varsa, onsuz da müəyyən şəxs cümlədir. Mübtədası yoxsa da işə diqqət edirəm ki, bu işi mən hər kəsə aid edə bilərəmmi? Və yaxud da hər kəsə aid olmursa, bu müəyyən şəxs cümlədir. Amma hər kəsə aid edə bilirəmsə, bu artıq ümumi şəxsli cümlədir. İndi keçək şəxsi cümlələr haqqında danışaq. Burada qeyd edeyim ki, şəxsi cümlələrin xəbəri burada müəyyən şəxsi cümlə kimi həm fe'li xəbər ola bilər, həm də ismi xəbər ola bilər.
Hər iki xəbərdə mütləq üçüncü şəxsin təkil ifadə olur. Və şəxsiz cümlələrin mübtədası olmur. Yəni, digər cümlələrdə az-çox mübtədanı düşünmək olsa da, şəxsiz cümlələrdə mübtədanı heç cür ağla gətirmək mümkün deyil. Məsələn, yazıram ki, qış axşamı idi. Yəni, mən burada mübtədanı heç cür ağlıma gətirə bilmirəm, mübtədanı bərpa eləyə bilmirəm. Ona görə də bu cümlə sadəcə qış axşamı idi. İkinci növ tənis söz birləşməsində ifadə olunubdur. Cümlə bir dənə xəbərdən ibarətdir və bu cümləmiz şəxsiz cümlədir. Mübtəda niyə? İndi deyə bilərsiniz ki, mübtədanı əlavə eləmək mümkündürmü və yaxud da mübtədası yoxdur, əlavə eləyə bilərəmmi? Bunu hardan biləcəyik? Bu cümlələrdə qətiyyən mübtədanı düşünmək, mübtədanı əlavə eləmək, yəni qeyri-mümkündür. Cümlə sadəcə xəbərdən ibarət olan şəxsiz cümlədir və fikir versək, xəbəri ikinci növ tənis söz birləşməsi ilə ifadə olunubdur. Yəni, xəbəri ismi xəbərlə ifadə olunmuş şəxsiz cümlədir. Bir də yazıram ki, bugün məktəbə getdim. Burada diqqət eləsək, cümlənin xəbəri getdidir və bu da üçüncü şəxsin təkil ifadə olunubdur. Amma mən bu cümləyi mübtədanı artıra bilirəm. O bugün məktəbə getdi. Kim? O. Əgər mən mübtədanı bərpa eləyə bilirəmsə və xəbəri üçüncü şəxsin təkil ifadə olunubsa, bu müəyyən şəxs cümlədir. Ancaq xəbər üçüncü şəxsin təkil ifadə olunubsa, mübtədanı heç cür bərpa eləyə bilmirəmsə, bu o zaman şəxsiz cümlədir. İndi fe'li xəbərə aid bir nümunə göstərmək istəyirəm. Ya xəbər fe'lin şəxsiz növü ilə ifadə olunur. Fe'lin şəxsiz növü. Şəxsiz növün şəkilçiləri ilə və yaxud da frazeoloji birləşmələrlə. Frazeoloji birləşmələrlə ifadə olunur. Buna aid bir nümunə də göstərim. Mənim ona artıq bu cümlənin xəbəri bir yerdə, yəni frazeoloji birləşmə olduğu üçün parçalanmır və hər biri bir yerdə təhlil olunacaqdır və bu cümləndə mübtədasını bərpa etmək qeyri-mümkündür, mübtədasını ağla gətirmək olmur. Ona görə bu cümlənin xəbəri frazeoloji birləşməli, yəni fe'li xəbərlə ifadə olunmuş fe'li xəbərli şəxsiz cümlədir. İndi isə mən həm müəyyən, həm qeyri-müəyyən, həm ümumi, həm də şəxsiz cümlələr haqqında qısa ümumiləşdirmələr eləməklə dərsi tamamlamaq istəyirəm. Deməli, burada da qeyd etdiyim kimi, cümlənin şəxsə görə növləri, yeni deyirəm, şəxs dilinin mübtəda nəzərdə tutulur və mən burada xəbər əsasında formalaşan cümlələri qeyd etmişəm. Deməli, müəyyən şəxs cümlələrdə mübtəda ola da bilər, olmaya da bilər. Yəni, mübtədası ya var, ya da buraxılıb, biz özümüz bərpa edə bilərik. Amma mən digər cümlələr haqqında deyə bilmərəm ki, mübtədası buraxılmış cümlələr. Bu cümlələrin mübtədası onsuz da olmur. Qeyri-müəyyən şəxs cümlələrlə ümumi şəxs cümlələrdə az-çox mübtədanı düşünmək olsa da, şəxsiz cümlələrdə mübtədanı heç cür ağla gətirmək mümkün deyil. Yəni, mübtədanı heç cür bərpa etmək mümkün deyil. Müəyyən şəxs cümlələrin xəbəri hər üç şəxsdən ifadə olunur, fe'li xəbər ismi xəbərli olur. Qeyri-müəyyən şəxs cümlələrin xəbəri üçüncü şəxsin cəmli ifadə olunur və sadəcə fe'li xəbərli olur. Ümumi şəxs cümlələrin xəbəri isə üçüncü şəxsin cəmli ifadə olunur və ikinci şəxsin təki sadəcə fe'li xəbərlə ifadə olunur. Şəxsiz cümlələr həm fe'li xəbərli, həm də ismi xəbərli ola bilir və xəbər üçüncü şəxsin təki ilə ifadə olunur. Və mən bura yenə cümlələr yazıb ümumiləşdirmək istəyirəm. Birinci, yazıram ki, onu işdən çıxarırlar. Qonağı, biraz oxşayacaq digər cümləyə, qonağı evdən qovmazlar. Üçüncü, şagirdlər oxuyurlar. Dördüncü, deməli, orada ümumi şəxs cümləyə aid yazaq. Palaza bürün, el ilə sürün.
6-cı cümlə olaraqdır. İndi hər bir cümlədə mən baxıram ki, bunlar demək olar hamısı fe'li xəbərlidir birindən başqa. Onu da qeyd edeyim ki, niyə fe'li xəbərlərə daha çox üstünlük vermişəm? Çünki xəbəri birinci şəxsin təkil və cəmi, ikinci şəxsin cəmi ilə ifadə olunan cümlələr, incə də qeyd eləmişdim. Əgər xəbər birinci şəxsin cəmi, ikinci şəxsin cəmi, yazıram, ikinci şəxsin cəmi, bir də birinci şəxsin təkil. Əgər xəbər bunlarla ifadə olunursa, onsuz da o cümlə mübtədası olsa da olmasa da mütləq müəyyən şəxs cümlədir. Bizə çətinlik yaradanlar hansı olacaqdır? Cümlə fe'li xəbərlidirsə, üçüncü şəxsin cəmi ilə və yaxud da fe'li xəbərlidir, ikinci şəxsin təkil ilə ifadə olunursa, bu cümlələr bizə biraz çətinlik yarada bilər. Amma ikinci şəxsin, burada üçüncü şəxsin təkil, bu ismi xəbərli də ola bilər, fe'li xəbərli də ola bilər. Bu da bizə biraz çətinlik yarada bilər. İndi hər birini izah edeyim. Onu işdən çıxardılar, fe'li xəbərlidir. Qonağı evdən qovmazlar, fe'li xəbərlidir. Şagirdlər oxuyurlar, bu da fe'li xəbərlidir. Bu üç dənə fe'li xəbərli cümləm üçüncü şəxsin cəmində işlənibdir. Üçüncü şəxs cəm, üçüncü şəxs cəm, bu da üçüncü şəxsin cəmində işlənibdir. Deməli, üçüncü şəxsin cəmində işlənirsə, fe'li xəbərlidirsə, diqqət edirəm. Əgər yenə deyirəm, ismi xəbərli olsaydı, o cümlə onsuz da müəyyən şəxs cümlə olardı. Ona görə fe'li xəbərli biraz bizi çaşdıra bilər. Fe'li xəbərlidirsə, üçüncü şəxsin cəmində ifadə olunursa, cümlədə mübtədalara baxıram. Onu işdən çıxardılar. Bu cümlənin mübtədası yoxdur və bu cümləni hər kəs aid edə bilmədiyim üçün qeyri-müəyyən şəxs cümlədir. Çünki qeyri-müəyyən şəxs cümlələrin xəbəri üçüncü şəxsin cəmində olur, fe'li xəbərli olur və bu cümlələr bir qrup insana aiddir, hər kəsə aid deyil. Ona görə də bu cümləmiz oldu qeyri-müəyyən. Digər cümləyə baxıram. Qonağı evdən qovmazlar. Ümumi şəxs cümlələrimiz də fe'li xəbərli olur. Xəbəri fe'li xəbərlə həm də fe'li xəbərlə ifadə olunur. Üçüncü şəxsin cəmi və yaxud da ikinci şəxsin təkil ifadə olunur. İndi burada üçüncü şəxsin cəmi ilə ifadə olunubdur. Qonağı evdən qovmazlar, atırlar sözü, məsələlər məzmunu daha çox olur. Yəni fərdi xarakter daşımır, hər kəs aid eləyə bilirəm. Ona görə bu cümlənin mübtədası yoxdur. Üçüncü şəxsin cəmində fe'li xəbərlidir. Hər kəsə aid eləyə bildiyim üçün ümumi şəxs cümlədir. Şagirdlər oxuyurlar. Bu cümlənin isə mübtədası var. Artıq mübtədası varsa bu mütləq müəyyən şəxs cümlədir. Sonra palaza bürün, el ilə sürün. Baxırıq ki, cümlənin mübtədası yoxdur və cümlənin xəbərləri bürün, sürün, ikinci şəxsin təkil ifadə olunubdur. Yenə baxıram ki, fe'li xəbərlidir. Cümlə ikinci şəxsin təkil ifadə olunubdur. Cümlə hər kəs aiddir. Mübtədası yoxdur və mən bu cümləni hər kəs aid edə bilirəm. Yəni atalar sözdür. Ona görə də bu ümumi şəxs cümlədir. Ümumi. Sən ağaclara qulluq et. Bunun da xəbərinə baxıram ki, ikinci şəxsin təkindədir. Ancaq bu cümlənin mübtədası olduğu üçün bu mütləq müəyyəndir. Digər cümləyə baxıram. Ayın 5-idir. Cümlə ayın 5-dir, yəni bu xəbərdən ibarətdir. Üçüncü növ tənis söz birləşməsində ifadə olunub, isim xəbərlidir. Və incə də qeyd elədiyim kimi, şəxsiz cümlələrə mübtəda artırmaq qeyri-mümkün olduğu üçün, mübtəda artıra bilmədiyim üçün, xəbərdə üçüncü şəxsin təkil ifadə olunduğu üçün bu cümlə şəxsiz cümlədir. Şəxsiz cümlə dərsə getməlidir. Burada da üçüncü şəxsin təkidir. Ancaq mən bu cümlənin mübtədasını bərpa edə bilirəm. O dərsə getməlidir. Cümlənin mübtədası bərpa oluna bildiyi üçün bu müəyyəndir. Bərpa oluna bilməsəydi şəxsiz olardı. Kitabları yığışdır. Burada da kitabları yığışdır. Sən kitabları yığışdır. Bu ikinci şəxsin təkində işlənibdir. Mübtədası yoxdur. Yəni deyə bilərsiniz, xəbəri ikinci şəxsin təkində işlənən, mübtədası olmayan hər cümlə ümumi şəxsdir. Xeyr, əlbəttə. Kitabları yığışdır. Bu hər kəsə aid edə bilmirəm. Yəni burada ümumiyyət bir məzmun yoxdur da. Mən bunu hər kəsə aid edə bilirəm. Ona görə də bu müəyyən şəxs cümlədir.
Və ümumi axırıncı dəfə də qeyd etmək istəyirəm ki, qeyri-müəyyən şəxsli, ümumi şəxsli və şəxsi cümlələri heç vaxt deyə bilmərik ki, bunlar mübtədası buraxılmış cümlələrdir. Məsələn, əgər sizə bir test versə, A variantında yazıbdır ki, onu işdən çıxardılar, B variantında yazıb şagirdlər oxuyurlar. Şagirdlər oxuyurlar, indi bu mübtədası buraxılmayıbdır, indi variantda verilə bilər. Burada məsələn, başqa dərsə getməlidir. Onu işdən çıxardılar, bir də dərsə getməlidir cümlələri verilibdir. Və deyir, hansı cümlənin mübtədası buraxılıbdır? Mübtədası buraxılmışdır şərtini biz sadəcə müəyyən şəxs cümləyə aid edə bilərik. Yəni, siz bunu götürə bilmərsiniz ki, burada onlar iştirak eləməyib, bunun mübtədası buraxılıb. Xeyr, bu qeyri-müəyyən şəxs cümlədir. Qeyri-müəyyəndir, ümumidir və şəxsi cümlələri mübtədası buraxılmış cümləyə hesab eləmirik. Mübtədası olmayan cümlələrə hesab eləyirik. Amma bizə mübtədası buraxılmış cümləni soruşursa, biz mütləq və mütləq müəyyən şəxs cümləni seçməliyik. Bu qədər.